Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayrun nasirin ve mu'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Keçən bəhslərdə elhamdülillah sülasi mücərrəd və sülasi məzid haqqında danışıldı. Sülasi məzidin 10 dənə məşhur babları, hər birinin hallanma bəhsləri və həmçinin hər birinin məşhur mənalarına da işarə oldu. Feil bəhsindən qaldı rubai mücərrəd və rubai məzidun fihi. Rubai mücərrəd o feilə deyilir ki, onun əsli hərfləri 4 hərfdən ibarət olsun. Onun da bir vəzni vardır. Yalnız və yalnız rubai mücərrədin bir vəzni vardır. Məsdəri fə'lələtundur. Bəzən fiilal vəznində də gəlir. Rubai mücərrədin məsdəri fə'lələtun. Məsələn, dəhrəcətun. Bəzən də fiilal vəznində də gəlir. Məsələn, zilzal, zəlzələ, yüzəlzilu, zilzalən, zəlzələtən də deyilir. Buna əsasən bəs rubai mücərrədin bir dənə vəzni vardır. Yəni bir dənə mazisi vardır fə'lələ vəznində, muzarisi yufə'lilu vəznində, məsdəri də fə'lələtun və fi'lalun. Məsələn, zəlzələ, yüzəlzilu, zəlzələtən və zilzalən. Zəlzələtən və zilzalən hər ikisi məsdərdir. Bunlardan hər birini hallandırmaq, hərəsinə bir misal vurum, hallandırım, çox rahatdır. Məsələn, mazidə fə'lələ, fə'ləla, fə'ləlu, fə'lələt, fə'lələtə, fə'ləlnə. Məsələn, həmin zəlzələ kəlməsini zəlzələ, zəlzələ, zəlzəla, zəlzəlu, zəlzələt, zəlzələtə, zəlzələlnə ilə axır, zəlzələltə, zəlzələltuma, zəlzələltum ilə axır hallanacaq. Muzarisi yufə'lilu, yüzəlzilu, yüzəlzilu, yüzəlzilani, yüzəlzilunə ilə axır bu formada hallanacaq. Məsələn, məşhur misalı dəhrəcədir. Dəhrəcə, dəhrəcə, dəhrəcu, dəhrəcət, dəhrəcətə, dəhrəcnə, dəhrəctə, dəhrəctuma, dəhrəctum ilə axır. Muzarisi yudəhricu, yudəhricu, yudəhricani, yudəhricunə, tudəhricu, tudəhricani, tudəhricunə, yudəhricnə, tudəhricu, tudəhricani, tudəhricunə, tudəhricinə, tudəhricani, tudəhricnə, udəhricu, nudəhricu. Bu muzari məlum və mazi məlum. Mazi məchulu dəhrəcə olacaq duhricə, zəlzələ olacaq zulzilə. İza zulzilətul ərzu zilzələha. Zəlzələ surəsində məchul forması gəlir. Zəlzələ, zulzilə. İza zulzilətil. Zulzilə, zulzila, zulzilu, zulzilət. Duhricə, duhricə, duhricü, duhricət. Duhricətə, duhricnə, duhrictə, duhrictuma ilə axır bu formada hallanacaq. Mazinin məchulu. Muzarinin məchulu bir dənə fərq eləcək. Ətəyin hərfinə zəmmə gələcək, axırdan maqəblinə fəthə. Yufə'lilu, yudəhricu, bu onun məlumudur. Bir dənə dəyişikliklə olacaq məchul. Yudəhricu, axırdan maqəblinə fəthə verəcək, olacaq yudəhracu. Bu da hallanması ilə eyni qayda. Yudəhracu, yudəhrəcani, yudəhrəcunə, tudəhracu, tudəhrəcani, yudəhrəcnə ilə axır hallanacaq. Əmri müğayib, əmri qayib çox rahat. Yudəhricunun əvvəlinə lam gətirib axırına sakin verəcəyik. Yudəhricu olacaq liyudəhric. Liyudəhric, liyudəhrica, liyudəhricu, litudəhric, litudəhrica, liyudəhricnə ilə axır. Əmri hazırı da çox rahat. Tudəhricudan tutacaq, muzarinin müxatəbindən. Teyi atandan sonra dal hərfi fəthəlidir. Həmziyə ehtiyac duyulmur. Axırına sakin veririk, olur dəhric. Dəhric, dəhrica, dəhricu, dəhrici, dəhricə, dəhricnə. Əmr məchulda yudəhrəcudan tutulacaq, muzarinin məchulundan. 14 siğanın 14-də də lam gələcək.
Yudəhracu olacaq liyudəhrac, liyudəhraca, liyudəhracu. İlə axır çox rahat şəkildə bu hallanacaq. Başqa neçə dənə mən misal vururam. Bunları da özünüz hallandıra bilərsiniz. Məsələn, zəmzəm kəlməsi. Zəmzəmətun. Həmin məsdəridə zəmzəmətun. Zəmzəmə, zəmzəma, zəmzəmu, zəmzəmət, zəmzəmətə, zəmzəmnə. Muzarisi yüzəmzimu, yüzəmzimani, yüzəmzimunə. Tuzəmzimu, tuzəmzimani, yüzəmzimnə. Tuzəmzimu ilə axır hallanacaq. Zəmzəmətun, zimzamun məsdərdir. Başqa bir dənə misal vuraq. Zəxrəfə. Zəxrəfə, yüzəxrifu. Zixraf ya zəxzəfətən. Hər ikisi məsdərdir. Çoxlu misalları vardır. Yəni ərəbdə bu işlənilir. Və yaxud şəqşəqə. Şəqşəqə həmin dəhrəcə vəznində. Şərşərə. Məsdəri şərşərətun. Şərşərə, yüşərşiru şərşərətən. Şirşarəndə məsdəridir. Bunların hər birini həmin vəzində hallandırmaq olar. Bu rubai mücərrəd. Amma rubai məzidun fiilin 3 dənə babı vardır. Rubai məzidun fiilin. Yenə qeyd edirəm ki, sulasi məziddə deyildiyi kimi, sulasi məzid nə idi? Onun mazisində əsli hərflərdən əlavə artıq bir dənə hərf olsun. Məsələn, əkrəmə, kərumə kəlməsindən götürülmüşdü. Həmzə artırıldı, ona məzid deyirdik. İndi rubai məziddə də həmin qayda var. Rubai məziddə 4 dənə əsli hərfindən əlavə, yəni sözün kökü 4 dənə əsli hərfdir. 4 dənə əsli hərfdən əlavə mazisində zaid bir dənə də hərf olsun. Məsələn, fə'lələdir, mazisi olsun təfə'lələ, mazisi təfə'lələ, burada T artırılıb. Bəs rubai məzidin də 3 dənə siğəsi var. Rubai məzid budur ki, 4 dənə əsli hərfindən əlavə mazisində artıq bir dənə, ya 2 dənə, 3 dənə, ümumiyyətlə, yəni 4 hərfdən əlavə bir dənə, 2 dənə, 3 dənə hərf artıq olsun. Bablarına diqqət eləyək. Rubai məzidin babları. Birinci babı təfə'luldur, ikincisi if'inlaldır, üçüncüsü if'illal. Təfə'lul, if'inlal və if'illal. Bunların da hər birinin özünə məxsus mənaları vardır, işarə olunacaq. Bəs diqqət et, təfə'lul babının mazisi hansıdır? Təfə'lul babının mazisi təfə'lələ. Təfə'lələ. Fa, əyn, 2 dənə lam, yadınızda olsa, biz qeyd eləmişdik. Əsli hərfləri artıq hərflərdən seçmək üçün rubai mücərrəddə 2 dənə laməl fiil olur. Fa'əl fiil, əynəl fiil, laməl fiil. Birinci, laməl fiil, ikinci. Burada sözün kökü fə'lələdir. Rubai mücərrəddir. Amma T artırıldığına görə olacaq rubai məzid. Təfə'lələ, təfə'ləla, təfə'ləlu. Misal, tədəhrəcə, tədəhrəcə, mazidir. Muzarisi fərq eləyəcək. Tədəhrəcə, dəhrəcənin rubai məzidi təfə'lül babından mazidir. Tədəhrəcə, tədəhrəcə, tədəhrücü, tədəhrəcu, tədəhrəcət, tədəhrəcətə, tədəhrəcnə, tədəhrəctə, tədəhrəctuma, tədəhrəctum, tədəhrəcti, tədəhrəctuma, tədəhrəctunnə, tədəhrəctu, tədəhrəcna. Bu onun mazinin məlumu. Muzarisi nə gələcək? Bir dənə tədəhrəcə ye artacaq, axırına zəmmə. Tədəhrəcə, yətədəhrəcu, yətədəhrəcu, yətədəhrəcani, yətədəhrəcunə. Tətədəhrəcu, tətədəhrəcani, yətədəhrəcnə. 2 dənə ta olduğuna görə tələffüz eləmək biraz çətindir. Tətədəhrəcu, tətədəhrəcani, tətədəhrəcunə, tətədəhrəcinə, tətədəhrəcani, tətədəhrəcnə, ətədəhrəcu, nətədəhrəcu. Bu da muzarinin məlumu. Bəs rubai məzidin 3 dənə
məşhur siğəsi var. Birincisi təfəülül babıdır. Təfəülül babına misal vurduq. Tədəhrəcə mazisi, yətədəhrəcu muzarisi, tədəhruc da onun məsdəridir. Əmri nə olacaq? Rahat. Yətədəhrəcin əvvəlinə bir dənə lam gətir. Əmr qayibdə. Liyətədəhrəc. Əmri hazırı nə olacaq? Həmin tədəhrəcudan tutacaq. Teyi, ətəyinə hərfi olan teyi atacaq. Axırına sakin verəcək. Olacaq tədəhrəc. Tədəhrəc əmrdir. Tədəhrəcə bunun mazinin məchulu olacaq tuduhricə. Tuduhricə, tuduhrica, tuduhricu. Tuduhricət, tuduhricəta, tuduhricnə ilə axır hallanacaq. Muzarinin məchulu yətədəhrəcu olacaq yutədəhrəcu. Əmrin də məchulu məlumdur. Yutədəhrəc axıra qədər hallanacaq. Bu təfəülül babı. İf-inlal babı. İf-inlal babına diqqət eləsəz. Fa, əyin, lam, lam. Bunlar iki dənə burada hərf artırılıb. Təfəülül babında bir dənə tey artırılmışdır. Bəs rubai məziddə bir dənə də hərf artırıla bilər, iki dənə artıq da. Təfəülüldə yalnız və yalnız tey artırılmışdır. Fə'lələ bir dənə tey gəlmişdi, olmuşdu təfə'lələ. Amma if-inlal babında iki dənə hərf artırılır. Bir həmzə, ikincisi nun. Diqqət eləyək, fə'lələni aparaq if-inlal babına. Olacaq if-ənlələ. Muzarisi yəf'ənlilu. Məsdəri olacaq if-inlal. İf-inlal onun məsdəridir. Misal da vuraq. Hərcəmə rubai mücərrətdir. Hərcəmə. Rubai mücərrətdir. Bunu if-inlal babına aparanda olacaq ihrəncəmə. Hallandıraq ihrəncəmə, ihrəncəma, ihrəncəmu. İhrəncəmət, ihrəncəmətə, ihrəncəmnə. İhrəncəmtə ilə axır hallanacaq. Muzarisi yəhrəncimu. Diqqət eləyək, ihrəncəmə ki mazidir. Sözün kökü hərcəmədir. Rubai mücərrət hərcəmə. İf-inlal babına gedəndə bir dənə həmzə, bir dənə nun artırıldı, iki dənə zaid hərfi var. Oldu ihrəncəmə. Muzarisi yəhrəncimu. Yəhrəncimu, yəhrəncimani, yəhrəncimunə. Təhrəncimu, təhrəncimanə, yəhrəncimnə. Təhrəncimu, təhrəncimani, təhrəncimunə. Təhrəncəminə, təhrəncimani. Təhrəncəmnə, təhrəncimnə, əhrəncimu, nəhrəncimu. Məchulu ihrəncəmənin, mazinin məchulu olacaq uhruncimə. Mazinin, muzarinin məchulu olacaq yuhrəncəmu. İhrincam da məsdəridir. Əmr qayib liyəhrəncim, əmr hazır olacaq ihrəncim. Bu da if-inlal babı. Bəs təfəülül babı, if-inlal babında iki dənə hərf artırılıb. Biri də, üçüncüsü də if-illal babıdır. İf-illal. Burada neçə dənə hərf artırılıb? İf-ələllə. Mazisinə diqqət elə. İf-ələllə. Burada da iki dənə hərf zaid vardır. Biri həmzədir, bir də axırda lamın üzərində olan təşdiddir. Yəni bir dənə lam, bir dənə də həmzə. İf'aləllə, yef'alillu, if'illal, if'illal, if'ilal yox ha, if'ilal sulasi məzidi. Burada if'illaldır. Orada if'ilal və if'ilal idi. Amma burada if'illal, üç dənə lam. Mazisi olacaq if'aləllə, muzarisi yef'alillu, if'illal da onun məsdəridir. Misal vuraq. Məsələn, ikşəərrə. İkşəərrə sözün kökü qaf, şin, əyin, ra, radır. Sözün kökü rubai mücərrədi. Quşəərirədir, quşəərirə. İqşəərrə. İqşəərrə if'aləllə vəznindədir. İqşəərrə rubai məziddir. Hallandıraq ikşəərrə, ikşəərrə, ikşəərru, ikşəərrət, ikşəərrətə, ikşəərərnə. Burada artıq idğam açılacaq. İkşəərərnə. İkşəərərtə, ikşəərərtuma, ikşəərərtum, ikşəərərti, ikşəərərtuma, ikşəərərtum, ikşəərərti, ikşəərərtuma, ikşəərərtunnə, ikşəərərtu, ikşəərərna. Bu da mazi, if-illal babının mazi. Muzarisi olacaq ikşəərrə yəkşəirru. Bunu da hallandıraq.
Yekşeirru, yekşeirrani, yekşeirrune, tekşeirru, tekşeirrani, yekşe'rirne. Burada 6-cı və 13-cü siğədə idğam açılmalıdır. İkşirar da onun məsdəridir. Əmr məlumu muzaəf olduğuna görə 3 vəzində gələ bilər. Liyəkşərir idğam açılacaq. Liyəkşəirrə fəthi ilə, liyəkşəirri kəsri ilə. Əmr hazır da muzaəf olduğuna görə 3 formada gələ bilər. İdğamı aça bilər. İkşərir, ikşəirrə, 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 ikşəirri. Bu da if'illal babı. Bunlar az işlənsə də amma işlənir. Yəni rubai məzidin işlənməyi ərəb dilində azdır. Amma hər halda bilmək lazımdır. Rubai mücərrəd nədir? Rubai məzid nədir? Rubai məzidin neçə dənə siğəsi var? Dedik ki, 3 dənə məşhur babı var rubai məzidin. Təfəallul, if'inlal və if'illal. Bunların mənalarına da işarə edək. Təfəallul və if'inlal babı mutaviyə üçün gəlib. Əsər qəbul eləmək mənasında. Necə infial, iftial, təfəül babında deyirik, bunlar mutaviə üçündür. Burada da rubai məzindində təfəülül və if'inlal babı mutaviyə üçündür. Amma if'illal babı 3-cü bab təkid və mübaliğə üçündür. Elhamdülillah feil bəhsi tamam oldu. Vaxtımız olduğu üçün mən isim bəhsində müqəddiməsinə işarə edim. Gələn dərsimizdən isimə məxsus olan bəhsləri davam etdirək. Biz ismin tərifini keçən dərslərdə dedik. İsim bir kəlmədir ki, müstəqil mənaya dəlalət edir, lakin zaman onda yoxdur. Yəni zaman mənasına dəlalət eləmir. Bir cəhətdən feillə müştərəkdir. Yəni feil də bir kəlmədir ki, müstəqil mənaya dəlalət edir. Lakin onun mənasında, yəni feilin mənasında 3 dənə zamandan biri vardır, amma isimdə belə deyil. İsim müstəqil bir mənaya dəlalət edir, amma zamanı dəlalət eləmir. Bu isim ki, tərif edilir, özlüyündə bir mənası var. Bu isim 2 qismdir. Ya ismi zatdır, bu ismi zata ismi eyn də deyirlər. Ya da ismi mənadır. Bəs isim ya ismi zat və ismi eyndir, ya da ismi mənadır. İsmi zat o isimə deyilir ki, xaricdə, yəni xarici aləmdə, insanın zehnindən xaricdə onun vücudu xaricisi var. Kitab, qələm, dəftər, ev, bunlar hamısı isimdir. Xaricdə onların vücudu da vardır. Bunlara ərəb dilində ismi zat ya ismi eyn, əynlə, ismi eyn də deyilir. İsmi məna o isimlərə deyilir ki, onun xarici aləmdə vücudusu yoxdur, vücudu xaricisi yoxdur. Məsələn, elm kimi. Elm isimdir. Və yaxud da ağlıq məsələn. Ağlıq özü bir dənə isimdir. Lakin vücudu xaricisi nəyəsə söykənib. Elm alimə söykənib. Ağlıq bir dənə cismə söykənir. Bu baxımdan bunlara deyirlər ismi məna. Bəs bir ismi zat var ki, müstəqil vücudu vardır xarici aləmdə. Fəlsəfə elmində buna bəzən cəvhər də deyilir. Cəvahir 5 dənədir. Cisimlər hamısı cəvahirdir və ismi zatdır. Amma ismi məniyə fəlsəfədə ərəz deyilir. Yəni, əgər o xaricdə vücuda gəlmək istəsə, nəyəsə söykənməlidir. Rənglər nəyəsə söykənir. Və yaxud da elm. Elm varsa alim vardır. Yəni, o elm alimsiz mənası yoxdur. Bəs ismin tərifini keçən dərslərdə demişdik, təkrar olundu, amma ismin 2 qisminə işarə olundu. İsim ya ismi zatdır. O isimlərə ismi zat və ismi eyn deyilir ki, onun xarici aləmdə müstəqil vücudu olsun. Ev, günəş, kitab, qələm, dəftər ilə axır. Amma ismi məna o isimlərə deyilir ki, onun müstəqil olaraq vücudu yoxdur. Bəlkə vücuda gəlmək istəsə, nəyəsə söykənməlidir. Məsələn, elm kimi, ağlıq kimi, qaralıq kimi ilə axır. İsmin binalarına da keçən dərslərdə işarə olunmuşdu, burada təkrar olunur. İsmi sülasi mücərrədin 10 dənə siğəsi var. Fə'lun, fəlsun kimi, fə'alun, fərəsun kimi, fə'ilun, kətifun kimi, fəulun, əzudun kimi, fi'lun, hibrun kimi, fi'alun, inəbun kimi, fi'ilun, ibilun kimi, fu'lun,
qufulun kimi, fuəlun, suradun kimi, fuulun, unuqun kimi. Keçən dərslərdə deyildiyi üçün bunu mən artıq təkrar eləmirəm. Bunu yadda saxlayaq ki, ismi sulasi mücərrədin 10 dənə siğəsi vardır. Fəalun, fəalun, fəilin, fəilun, fəulun, fiilun, fiəlun, fiilun, fuulun, fuəlun, fuulun. Rubai mücərrədin 6 dənə siğəsi var. Fəaləlun, fuululun, fiililun, fiiləlun, fiəllun, fuuləlun. Bunlar da hər birinə misal vurmaq olar. Cəfərun, fəaləlun vəznində. Bursunun, fuululun vəznində. Zibricun, fiililun vəznində. Dirhəmun, fiiləlun vəznində. Qimətrun, fiələlun vəznində. Qimətrun, fiələlun vəznində. Cuxdəbun, cuxdəbun, fuuləlun vəznində. Bu da rubai mücərrədin 6 dənə məşhur siğəsi. Xumasi mücərrədində 4 dənə vəzni var. Baxma, rubai mücərrədi bəzən deyilir 5 dənə, amma 6 dənə siğəsi mövcuddur. Xumasi mücərrədində 4 dənə vəzni vardır. Fəalləlun, fuəllilun, fəələlilun, fiiləllun. Məsələn, səfərcəlun, fəalləlun vəznində. Fuəllilun, quzəmilun. Cəhmərüşun, fəələlilun, qirtəibun, fiiləllun vəznindədir. Bu dərslər keçən dərslərdə deyildiyi üçün artıq bunların üstünə dayanmıram. Pəs sülasi mücərrədin 10 dənə babı, rubai mücərrədin 6 dənə babı. Bunları gərək hifz edib, əzbərləyib yadda saxlayaq. Və xumasi mücərrədin də 6 dənə. Bunlardan hər birinin də özünə məxsus məzidləri də vardı. Yəni, sülasi mücərrəd yox, sülasi məzid isimdə. Rubai mücərrəd yox, rubai məzid. Məsələn, sülasi məzidən biz misal olmasıq, ricalun. Rəculun mücərrəddir, amma ricalun məziddir. Usfurun rubai məziddir. Səlsəbil xumasi məziddir. Bu, isim bəhsinə bir müqəddimədir. İnşallah gələn bəhsdə ismə məxsus olan eylal qaydalarını oxuyacaq. Ondan sonra ismin müxtəlif qismləri vardır. Məstər, qeyri-məstər, məstər nədir, məstər mimi nədir? Bu barədə inşallah bəhslərimizi davam etdirəcəyik. Və sallallahu əla seyyidina və nəbiyyina Muhammed və alihi tahirin.